Tamam. O biri tool'larda sizə göstərim. Billboard'a gələn səfər artıq başladım, çünki sonra qarışdıracaqsınız. Hələ bunları da işləməlisiniz. Photoshop'u həll eləyin ki, başlayasınız işləməyə. Digər tool'umuz Magnetic Lasso tool'dur. Magnetic Lasso tool digər Polygon Lasso tool və Lasso tool'dan fərqlidir. Bu üçüncü tool'umuz obyektlərin üzərinə maqnit kimi yapışır. Magnetic Lasso tool seçən kimi sadəcə başlamaq istədiyiniz yerə bir dəfə klikləyirsiniz və sonra heç nə klikləmədən sadəcə mausu obyektin üzərindən gəzdirirsiniz. Və özü avtomatik maqnit kimi başlayır obyektin üzərinə yapışmağa. Və bu şəkildə yapışa-yapışa gedir. Səliqəli şəkildə obyektinizi seçə bilirsiniz. Bu şəkildə seçə-seçə aparırsınız. Və harda ilk nöqtənizi atmışdırsa, gəlirsiniz ora bir dəfə klikləyirsiniz həmin nöqtənin üzərinə və o özü avtomatik olaraq obyektinizi seçir. Və ondan sonra qayda yenə eynidir. Ctrl-C ya da Ctrl-C ilə Ctrl-V ilə işləyirsiniz. Amma yenə də diqqət eləməz. Baxın, yenə baxın, həmin şəklin layeri seçilməyib. Həmin şəklin layeri seçilməlidir. Ondan sonra Ctrl-C edirsiniz və obyekt üzə çıxmış olur. Bu şəkildə. Bu maqnetin özəlliyi obyekti tapa bilməsidir. Avtomatik olaraq obyektin üzərinə maqnit kimi yapışa bilməsidir. Frekansı var. Frekansı ortalama 57-50-də saxlamağınız tövsiyə olunur. Bu sadəcə enidir. En baxımdan nə qədər genişlənsin. 10 standart 10'dur. Kontrast isə 10%. Artıra da bilərsiniz. Şəkil böyüdükcə kontrastınızın faizini artıra bilərsiniz. Yəni seçəcəyiniz obyektinizin ölçüsünə görə tənzimləyirsiniz. Bu isə xüsusi bir rəqəm yoxdur. Bu hamısı praktika eləyərək bunu yoxlaya bilərsiniz. Görürsünüz 10%-i yaxşı seçmir, deməli artırmalısınız. Görürsünüz artıranda çox seçir, onu deməli azaltmalısınız. Və bu şəkildə oynaya-oynaya tənzimləyirsiniz ki, maqniti düzgün bir pozisiyada istifadə edə biləsiniz. Digər 3 tool'umuz. Object Selection Tool. Object Selection Tool'u seçirsiniz. Object Selection Tool necə işləyir? Bunun 2 dənə modu var. Biri, modlar da burada görsənir. Biri lasso'dır, biri də rectangle'dır. Mənası nə anlayın? Lasso çəkərək obyekti avtomatik üzərinə çökməsidir. Rectangle isə fiqur kimi çəkərək obyektin üzərinə çökməsidir. Necə? Lasso'u seçdim. Sadəcə obyektin ətrafında karandaş kimi çəkirəm. Bu şəkildə çəkirəm. Özü getdi obyektin üzərinə yapışdı. Gördünüz? Qıraqlarından hardan istəyirəm çəkdim. Özü gedir, obyekti tapır, yapışır özü. Sonra qayda bu daha səliqəli üsuldur. Daha səliqəli şəkildə obyekti çıxara bilsin. Yəni qayda eynidir. Ctrl-C və yaxud da Ctrl-C, Ctrl-V edərək tənzimləmiş olursunuz. Ctrl-D eləyəndə isə xəttlər yox olur. Rectangle isə fiqur şəklində işləyər. Yəni obyektin üzərində belə rectangle şəklində çəkirsiniz, obyektin üzərinə yapışır. Yəni hansı seçirsiniz, elə bir ki rectangle kimi selection kimi seçirsiniz bir növ. Rectangle bu şəkildə işləyir. Yəni sadəcə obyektin üzərindən belə tez bir şəkildə çəkərək avtomatik olaraq obyektin üzərinə yapışır. Delete düyməsini bassınız, siləcək. Ctrl-D edirsiniz, bu şəkildə silmiş olur şəklinizi. Ctrl-C, Ctrl-V və ya Ctrl-C eləsəz, orada obyekt üzə çıxmış olur. Burada hətta Photoshopda Ctrl-Z eləyirik, dala qayıdır da. Burada qabağa qayıtmaq da var. Yəni əvvəlki variantlara qayıtmaq. Daha doğrusu Ctrl-Z-də Z edirsiniz, sonra da qabağa qayıtmaq istəyirsiniz. Necə? Ümumiyyətlə burada history bölməsi var.
Windows'da History hissəsini tapırsınız. Baxın, History hissəsində burada indiyə qədər etdiyiniz əməliyyatları baxa bilirsiniz. Baxın, lap dallara, qabaqlara qayıtmaq olur. Təzədən həmin vəziyyətə qayıtmaq olur. Axırıncı vəziyyətə. Belədir. Siz bu tərəfə qayıdın, bu tərəfə qayıdırsınız. Yəni, History bölməsində tarixçəniz olur. Nə əməliyyatda yerinə yetirmisiniz. Yəni, həmin anlarda. O şəkildə tənzimləyə bilərsiniz. Quick Selection Tool. Quick Selection çox istifadə edilir. İnanılmaz dərəcədə lazımdır Quick Selection Tool. Quick Selection Tool burada pozisiyasında adi Quick Selection var. Müsbət var, yəni seçimi artıraraq işləmək var. Mənfi isə çölə çıxanı içə doğru yığmaq üçünmür. İndi hamısını göstərəcəm. Burada isə bunun tənzimləmə funksiyası var. Bu balaca üç bucağa basırsınız. Belə bir panel çıxır. Bu paneldə size var. Bu dairəvizin ölçüsüdür. Yəni işləyəcəyiniz dairəvizin ölçüsüdür. Bunu böyüdü, balacalaşdıra bilərsiniz. Bu obyektinizə görə təyin edirsiniz. Obyekt çox-çox böyüdürsə, size-ı artırmaq tövsiyə olunur. Obyekt balacadırsa, size da balacalaşmış olur. Hardness hissəsi var. Yumşaq, yoxsa sərt şəkildə işləməyiniz üçündür. Hardness sıfırda olsa sərt şəkildə işləyir. Hardness 100-də olsa yumşaq şəkildə başlayır işləmə. Ortalama da eləyə bilərsiniz. Spacing isə sıçramasıdır. Yəni sıçrayaraq nə qədər seçə bilər. Onu tənzimləyirsiniz. Bu da ortalama falan seçirsiniz obyektinizə görə. Bunlar hamısı əzbərləməklə olmur. İşlədikcə yoxlayırsınız 72-də alınmadı, geriz 85 eləyirsiniz, yoxlayırsınız. Yoxlayaraq, hamısı praktiki şəkildə. Bu isə formasıdır. Dairəvizin formasını dəyişə bilirsiniz. Bucağını dəyişə bilərsiniz. Bu şəkildə tənzimləyirsiniz burada. İndi müsbəti seçirəm ya da adini seçirəm və layer bölməsində də həmin şəkil seçilmiş olmalıdır. Başqa layer seçilsə obyekt işləməyəcək. Hansı şəklin üzərində əməliyyatı yerinə yetirirsinizsə, həmin şəklin də layeri seçilmiş olmalıdır. Və obyektimizi seçirik. Bu şəkildə mausu basıb saxlayaraq obyekti seçirik. Və seçildi. Amma baxın, burada qırağa çıxmalar, tam seçilməmələr var da, düzdür? Yaxınlaşdıq. Mənfini seçirik. Size-ı balacalaşdırırıq və içə doğru, obyekti içə doğru seçirik. Mausu basıb saxlayaraq. Məsələn, tutaq ki, buracan istəyirik belə seçsin. Burada da baxırız, qırağa çıxmalar var. Mənfi ilə, size-ı tənzimləməklə qıraqdan sərgəli şəkildə. Fikir versə, ortadan eləmirəm. Ortadan çox eləyəcək. Qıraqdan eləyirsiniz. Uzaqdan, nə qədər uzaqdan isə bir qədər. Bax, indi içə girdi, düzdür? Təzədən müsbət seçirəm, müsbət artırır. Basıb saxladım, artırdı. Bu şəkildə tənzimləyə istədiyiniz obyekti seçirsiniz, sonra qayda yenə eynidir. Ctrl-J və yaxud da Ctrl-C, Ctrl-V eləyərək tənzimləmiş olursunuz. Yəni, Quick Selection pozisiyası budur. Quick Selection hər yerdə işə yarayır. Təkcə Quick Selection özündə yox. Yəni, Object Selection-ı işlədiniz, qırağına isə çıxıb Quick Selection-ı gəlib onu tənzimləyə bilərsiniz. Mənfi lazımdırsa, orada mənfini işlətmiş olursunuz. Müsbət lazımdır, müsbət işlədir. Müsbət artırır, mənfi azaldır da. Bu biri toollarda da, yəni burada da lazım oldu, burada da işlədə bilərsiniz. Hər yerdə işləyir. Harada qırı-qırı xəttlər varsa, hər yerdə o Quick Selection-ı tənzimləyə bilərsiniz. Ctrl-D eləyəndə yenə xəttlər itir. Digər axırıncı toolumuz Magic Wand Tool-dur. Magic Wand Tool xırda detallar silmək üçündür sadəcə. Bu kəsib çıxartmaq üçün çox da işləmir Magic Wand Tool. Daha çox xırda detalları silmək üçündür. Məsələn, Magic Wand Tool seçdiniz, burada toleransı tənzimləmək olur. Məsələn, 77-dir. Bir dəfə kliklərəm bunun üzərinə və getdi qıraqları, müəyyən bir detalları falan seçdi mənim üçün. Ctrl-D eləyirəm, yoxa çıxardıram. Toleransı azaldıram. 33. Seçdim, bax indi xırda-xırda seçir. Fikir verin. Xırdalıqları seçmək üçündür, baxın.
Hansı bir xırdalıqları seçib çıxartmaq, silmək. Yəni belə xırda müəyyən bir detallar da işləyir. Baxın görürsüz bax bu şəkildə. Və indi qırağa çıxıb. Gəlib Quick Selection toolu seçib, Quick Selection mənfini seçirsiniz, yox eləyirsiniz bunu qıraqdan. İçə doğru aparırsınız bax bu şəkildə. Yəni bax bu şəkildə işləyirsiniz. Magazine tool çox istifadə edilmir. Amma xırda müəyyən bir detallar çıxartmaq istəyirsə hardansa, məsəl üçün üzüyün qaşını çıxartmaq istəyirsiniz, həm Magic-dən seçib Ctrl-C və ya da Ctrl-C, Ctrl-V eləyərək çıxara bilərsiniz. Və ya da doz düşüb harasa, o xırda detalı seçib silə bilərsiniz məsəl üçün. Və bu şəkillərdə istifadə edə bilərsiniz. Və bu 6 tool iminni kəsmək, silmək, yox eləmək, çıxartmaq, bu şəkillərdə istifadə edilir. Arxa plan silmək. Çətin üsullandır, amma əl öyrəşdikcə öyrəşilir. Asan üsul var, asan üsul gələcəkdə göstərəcəm sizə. Hələ birinci buna öyrəşməlisiniz, bununla işləməlisiniz. Başa düşdünüz bu məsələləri? Bəli, teacher. Tamam. Və Photoshop üçün bugünlük bu qədərdir. Bunları oturub işləyəcəksiniz. Bir sual verim. Buyurun. Bu iki tool öyrəndik də belə deyək, hərəsində 3-3. Düzdür, işləyəndə daha aydın inşallah başa düşəcəm. Üçü də kəsmək rolunu oynayır. Kəsmək, silmək, çıxartmaqla belə bir şeylər ancaq. Sırf şəkillərini. Ancaq bunlardır. İşlədikcə ana, Hə? bilmirəm. Necə? İşlədikcə yəqin daha dərin edəcəm. Hadi İlk 3. Təbii ki, otur işləməlisiniz də. Hamısı da bu 3 tool, bu 3 tool, 6 dənə tool oldu. Bunlar üçün. Bu fiqur var isə adi bir şəkildə fiqur işlətmək üçündür. Buradakı layer bölməsində bunu da keçdim axı. Solid color background vermək üçündür. Bunu tənzimləməsi üçündür. Bu xırdalıqlarla getməlisiniz. Başqa sualınız? Hələ ki yaxşıdır. Tamam. Biraz qarışıq gəlir düzdür amma. İndi ilk dəfə də Photoshop başlayırsınız da. İllustratorda ilk dəfə başlayanda qarışıq idi. Amma illüstratordakı biliyinizi bura gətirin. Çünki görürsünüz, burada da fill var, stroke var. Burada da məsələn curve tool kimi işləmə pozisiyaları var idi. Hə, bu hissəsi. Amma bir şey algılayın ki, layer bölməsinə çox diqqət etməlisiniz. Layerdə seçilibmi o layer biz şəkli biz, yoxsa yox. Və məsəl üçün, məsələn normalda belə layer seçmişik, amma şəkli görürsüz, böyüdü, balacalaşdırmaq olmur. Seçdim, hə də kontrol edirəm ki. Hərdən olur bu qıraq xəttlər çıxmır şəkildə. Qıraq xəttlər çıxmayanda Ctrl-T, Ctrl-T eləyin. Ctrl-T eləyin ki, bu qıraq xəttlər çıxsın. Hərdən bu qıraq xəttlər çıxmayacaq şəkillərdə. Onda deyəcəksiniz, şəkli cadı böyüdə bilmirəm, seçmişəm amma böyüdə bilmirəm. Onda Ctrl-T eləyin. Və belə xırdalıqlar var Photoshopda. Hər hansı bir şey çıxmır, orada onu əvəz eləməlisiniz. Hər hansı bir şey düz getmir, fikir verməlisiniz layerdə o seçilibmi yoxsa yox. Fikir verməlisiniz, rasterəzə layer eləmisiniz yoxsa yox. Və bu xırdalıqlar var Photoshopda. Bunları da işlədikcə öyrəşəcəksiniz. İnşallah. Ev tapşırığını qeyd Sağ edin. olun. Peki. Buyurun, ev tapşırığını qeyd edin. Tamam. Ya da elə Instagramda yazım sizə. Baxın, evdə 6 ədəd foto seçirsiniz istədiyiniz. Və onları başlayırsınız kəsməyə, çıxartmağa, silməyə. Yəni elə şəkillər tapırsınız ki, həm kəsmək olsun, həm silmək olsun. Yəni şəkli elə istifadə etməyə çalışın. Gəl sizə bu hardasa lazım olacaq. Bu obyekti götürüb hardasa istifadə edə biləcəksiniz.
Və bu şəkildə 6 ədəd foto neşdirsiniz. Yəni o 6 tullar neşdirsə 6 ədəd foto üzərindən hamısını bir-bir yoxlayırsınız. Solid color yoxlayırsınız, background rənglərini verməyə çalışırsınız. Fiqurları Photoshopda yoxlayırsınız, onları tənzimləyirsiniz. Və belə tənzimləyə hələlik test modda işləyirsiniz, əlinizi öyrəşdirmək üçün. Yaxşı? Sağ olun sizə. Tamam. Videonu da göndərirəm. Buyurun, siz sağ olun. Oldu. Uğurlu günlər. Sizə də.